bölgüdə olsa, onu hamının içərisindən almaq olmaz. İkinci, rəqabətin heç biri düzgün deyil. O yanlışdır. Üçüncüsü, tərifləməyin şagirdləri. Heç bir şeyin tərifləmək olmaz. Dördüncüsü, bullying hallarına mütləq qarşı salınmalıdır. Bullying halları, bullying nə deməkdir? Şiddətdir də. Müəllim görür ki, bir uşaq o birisini vurur. Bir uşaq o birisinə xoşa gəlməz sözlər deyir. Artıq müəllim buna göz yumsun ki, dərsin vaxtından gedir, dərsin vaxtında girməyim, nə bilim, neynəməyim, olmaz. Müəllim mütləq bunun qarşısını almalıdır. Sonra qızıl qaydamız, müəllim şagirdlərlə mütləq neynəməlidir? Onları vətənpərvərlik ruhunda tərbiyə eləməlidir. Yəni müəllim mütləq şagirdlərdə bunu aşılamalıdır. Müəllim mütləq şagirdlə bir səhvinə görə fərdi danışır. Fərdi danışmağın xeyri yoxsa psixoloqa yönəldir. Psixoloqun xeyri yoxsa neyini rəhbərliyə yönəldirdi. Şagird imtahan zamanı köçürdür. Keçən ilin qəbul sualıdır. 3 sənə düşmüşdü bu sual. Şagird imtahan zamanı köçürdür. Mütləq şagirdə 0 veririk. Mütləq. Amma görürük ki, köçürtmək istəmir. Hələ köçürtməyə başlamaq istəyir. Köçürtməyə cəhd eləmək istəyir. Biz o uşağa fərdi danışırıq ki, sən bunu köçürtməyə cəhd eləmə. Özün bunun öhdəsindən gələ bilərsən. Aydındır? Müəllimlər, bunlar da bizim qızıl qaydamızdır. Sonra təhsilin forması formal, informal, qeyri-formaldır. Formal təhsil bizim məktəbdə, kollecdə aldığımız dövə sənədi veriləndir. Qeyri-formal təhsil bizə kursda aldığımız təhsil.